Salam, mən Mehdiyeva Səfiyyə. Balakən şəhərindənəm. Uşaq İncəsənət Festivalına heykəltaraşlıq üzrə qoşulmuşam. Birinci yerə layiq götürülmüşəm. 17 yaşım var. Mənim üçün çox həyəcanlı idi bu festivala qoşulmaq. Hər mərhələsini keçmək çox önəmli idi mənim üçün. Və mən bacardım. Nəhayət ki, birinci yerə layiq tutuldum. Bu həm mənim və mənim ailəm üçün çox böyük bir qürur idi. Festivala bu əsərim ilə qoşulmuşdum. Əsərimdə yeniyetmənin iki halını göstərməyə çalışmışdım. Birinci halı telefonla, sosial şəbəkələrlə vaxtını sərf edən yeniyetməni göstərmişəm. İkincisi isə vaxtını düzgün bölüb, özünün inkişafı haqqında düşünərək, gələcəyi haqqında düşünərək, kitablar oxuyaraq yüksələn bir yeniyetməni təsvir etmişəm. Bu il mən universitetə qəbul olmuşam, memarlıq fakültəsi ilə. Gələcəkdə memar olmağı istəyirəm və bunun üçün çox çalışmışdım. Hamıya arzu edirəm ki, öz xəyallarına çatsınlar və öz ümidlərini yolda buraxmasınlar, özlərini inkişaf etdirsinlər və uğurlar qazansınlar.